Leyla Əliyeva Albaniyaya səfəri çərçivəsində ölkənin baş naziri Edi Rama ilə görüşüb. Səmimi dostluq və qarşılıqlı anlaşma şəraitində keçən görüşdə Azərbaycan ilə Albaniya arasında əlaqələrin yüksək səviyyədə olduğu vurğulanıb. Sonra Leyla Əliyeva və Arzu Əliyeva Mama Ana Təbiət Beynəlxalq İncəsənət sərgisinin açılışında iştirak ediblər. Ekspozisiyada yer alan rəsmlər, heykəllər və installyasiyalar vasitəsilə sənətkarlar təbiətin gücünü, gözəlliyini və kövrəkliyini nümayiş etdirib. Bunu Leyla Əliyeva tədbirdə çıxışı zamanı bildirib. Sərginin təbiəti qorumaq məqsədi ilə sənətimizin sərhədləri aşmasının mükəmməl bir nümunəsi olduğunu qeyd edib. Leyla Əliyeva bəşəriyyətin təbiətə vurduğu zərərdən də söz açıb. Hər il dünyada 10 milyon hektar meşə sahəsi məhv edilir. İnsanlıq vəhşi heyvanların 83%-ni, bitkilərin isə yarısını yox edib. Hər il planetimizdən 200 canlı növü silinir və okeanların 66%-i birbaşa insan fəaliyyətinin mənfi təsirlərinə məruz qalır. Azərbaycanın zəngin ekosistemi də bu proseslərdən kənarda qalmır. Xəzər dənizinin səviyyəsi xeyli aşağı düşüb. Xəzər su itisi, qızıl balıq və nərə balığı kimi heyrətamiz canlı növləri yox olmaq təhlükəsi ilə üzləşib. Albaniyanın baş naziri Edi Rama sərgidə Leyla Əliyevanın əsərləri də daxil olmaqla təbiətin mühafizəsi ilə incəsənətin vəhdətini nümayiş etdirən rəsmləri görməkdən şərəf duyduğunu qeyd edib. Baş nazir bu sərginin iki ölkənin dostluğunda yeni bir səhifə açaraq bura mədəniyyət və yaradıcılıq ruhu gətirdiyini söyləyib. Edi Rama sərginin davam etdiyi bir ay ərzində hər bir tamaşaçının buradan özü ilə rənglərin və xəyalların bir parçasını aparacağını bildirib.